Hörmətli müəllimlərimiz, əziz şagird yoldaşlarımız və sevimli dinləyicilərimiz, sizi böyük sevgi və ehtiramla salamlayıram. Bugün Gələcəyin İşığı FM-in çox özəl bir buraxılışı ilə qarşınızdayım. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu proqram Məktəb Radiosunun sentyabr ayı üzrə 318-ci və eyni zamanda sonuncu verilişidir. Bəli, artıq bir ay boyunca biz sizlərlə birlikdə olduq. Bir-birindən fərqli mövzuları işıqlandırdıq. Biliklərimizi, düşüncələrimizi və duyğularımızı paylaşdıq. Hər gün səsimiz bu efirdə səslənərək məktəbimizin elm, mədəniyyət və maarif işığına bir zərrə də olsa töhfə verdi. İndi isə qarşınızda ayın yekun buraxılışı dayanır. Bu buraxılış sadəcə bir proqram deyil, həm də ay boyu topladığımız biliklərin, duyğuların, təəssüratların ümumiləşməsi sanki bir hesabatı kimidir. Məhz belə bir xüsusi gündə, sentyabrın 30-da biz təsadüfi mövzudan danışmırıq. Çünki bu tarix dünya miqyasında çox böyük mənaya sahibdir. Beynəlxalq tərcüməçilər günü. Və mən məktəbimizin 9B sinif şagirdi Səfərzadə Zəhra. Bu sonuncu sentyabr proqramımızda siz tərcüməçilik sənətinin əhəmiyyətindən, onun tariximizdə və gələcəyimizdə oynadığı roldan söz açmaqdan böyük qürur duyuram. Bəlkə də bir çoxumuz üçün tərcüməçilik sənət dillərin dərin qatlarını, mədəniyyətin incə çalarlarını, xalqların mənəvi dəyərlərini bir-birinə çatdırmaq miqyasıdır. Tərcüməçi bəzən bir sözdə xalqlar arasında sülh yaradır, bir cümlə ilə yeni elmi kəşflərinə yol açır, bir mətnə ədəbiyyatın sehri ilə qitələri birləşdirir. Əziz dinləyicilər, gəlin düşünək. Əgər tərcümə olmasaydı, biz qədim Yunan fəlsəfəsini, şərqin poeziyasını, qərbin texnoloji nailiyyətlərini necə tanıya bilərdik? Əgər dillərin sərhədləri aşılmasaydı, dünya mədəniyyətlərinin ahəngi necə yaranardı? Əgər tərcüməçilər olmasaydı, xalqlar bir-birini necə anlayardı? Məhz buna görə də tərcüməçi yalnız peşəkar insan deyil, həm də xalq ortaq yaddaşını qoruyan, mənəviyyatların qovuşmasını təmin edən bir körpüdür. Tərcümə sadəcə elm və bilik deyil, həm də humanizm, həm də insanları birləşdirən əxlaqi missiyadır. 8-9-cu əsrlərdə Bağdadda fəaliyyət göstərən Hikmət Evi adlı elm mərkəzində yüzlərlə kitab Yunan, Fars, Hind dillərində ərəbcəyə tərcümə edilmişdir. Bu əsərlər sayəsində İslam dünyası təkcə öz mədəniyyətini deyil, həm də qədim sivilizasiyaların dəyərini öyrənmiş, onları yeni elmi kəşflərlə zənginləşdirmişdir. 14-15-ci əsrlərdə Avropada tərcüməçilər elmi və fəlsəfi əsərlərini Latınca və digər Avropa dillərinə çevirməklə elm və mədəniyyətin inkişafında böyük töhfələr vermişdir. Bugün biz Avropa elminin inkişafında həmin tərcüməçilərin xidmətlərini görə bilirik. Ədəbi tərcümənin isə öz möcüzəsi var. Dünyada Puşkin şeirlərini rusca bilməyən xalqlara kim çatdırır? Füzulinin qəzəllərini türk, ərəb, fars sərhədlərini aşaraq dünya oxucusuna kim yetişdirir? Cavab aydındır. Tərcüməçilərin fədakar zəhməti ilə onlar əsərlərin melodiyasını, duyğusunu qoruyaraq başqa dillərdə yenidən doğulurlar. Azərbaycana tərcümə ənənəsinə malik zəngin ölkələrdəndir. Müstəqillik illərində çoxsaylı dünya ədəbiyyatı nümunələri dilimizə çevrilmiş, həmçinin Azərbaycan yazıçılarının əsərləri müxtəlif dillərdə tərcümə olaraq dünya oxucusuna təqdim edilmişdir. Məsələn, akademik Əhməd Zavadov Nizami əsərlərini ingiliscəyə çevirməklə həm milli mədəniyyətimizi dünya ilə paylaşdı, həm də Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanınmasına zəmin yaratdı. Həmçinin Professor Rana Əliyeva klassik ərəb-fars mətnlərini Azərbaycan dilinə tərcümə edərək gənc alimlərin və şairlərin bu əsərlərlə tanış olmasına imkan yaratdı. BMT kimi böyük təşkilatlarda 193 üzv dövlətin nümayəndələri bir zalda danışır. Onların hər biri öz dilində danışır, amma onları bir-birinə anlayışla bağlayan kimdir? Tərcüməçilər. Onlar görünməz qəhrəmanlardır. Əgər bu zəhmət olmasa, dünyada siyasəti xaosa çevrilərdi. Elm sayəsində tərcüməçilərin rolu əvəzsizdir. Məsələn, Nobel mükafatı alimlərdən biri olan Marie Curie'nin əsərlərini fransızca tərcüməsi digər ölkələrdə tədqiqatçıları ilhamlandırmış və bir çox elmi kəşflərə yol açmışdır. Tərcüməçilər olmasa, bu biliklərin bir ölkə sərhəddində qalardı. Tərcüməçilik təkcə sözləri yox, həm də fikirləri, duyğuları, emosiyaları çatdırmaq sənətidir. Tərcüməçi hər zaman iki mədəniyyətin arasında dayanaraq körpü salır. Onun zəhməti görünməzdir, amma nəticəsi hamının həyatına sirayət edir. Əgər biz hər bir dil öyrənmək səylərimizi artırsaq, tərcüməçilərin yaratdığı körpüləri daha da genişləndirərik. Hər bir yeni dil, yeni pəncərədir.
O pəncərəni açan isə tərcüməciliyin göstərdiyi yoldur. Məsələn, 20-ci əsrin sonlarında Azər Abdullah adlı gənc tərcüməçi öz həyatı boyunca yüzlərlə ədəbiyyat və elmi mətnləri gənc oxuculara dilimizə çevirdi. O deyirdi, hər bir tərcümə bir körpü salmaqdır. Bu körpü insanları birləşdirir, dünya anlayışını genişləndirir. Həmçinin dünya səviyyəsində məşhur tərcüməsi Jonas Smith əsərlər boyu unudulmuş qədim Yunan mətnlərini ingiliscəyə tərcümə etməklə elm aləminə yeni nəfəs gətirmişdir. Bu nümunələr göstərir ki, tərcüməçilik təkcə peşə deyil, həm də humanizm, həm də gələcəyə inam deməkdir. Əziz şagird yoldaşlarım, gələcəyin alimləri, yazıçıları, şairləri, mühəndisləri arasında bəlkə də bugün radiomuzu dinləyənlər var. Mən arzu edirəm ki, gələcəkdə onlar da ən azı bir xarici ilə öyrənib, dünya ilə ünsiyyət qursunlar. Mədəniyyətimizi başqa dillərə təqdim etsinlər. Çünki tərcüməçi olmaq təkcə peşə deyil, həm də bir missiyadır. Dəyərli dinləyicilər, bu verilişdə biz bir daha sübut etdik ki, hər bir peşənin arasında böyük ideyalar, yüksək dəyərlər dayanır. Tərcüməçilər isə həmin dəyərləri dünyaya çatdıran səssiz qəhrəmanlardır. Əziz dostlar, artıq proqramımızın sonuna yaxınlaşırıq. Bugün biz bir peşəni xatırlamaqla yanaşı, insanlığın ortaq yaddaşını, xalqlar arasında köprü salan müqəddəs missiyanı yad etdik. Mənim səmimi arzum odur ki, gələcəkdə dil bariyerləri aradan qalxsın, xalqlar bir-birini daha yaxşı anlasın, dünya daha ədalətli, daha ümidverici bir sabaha addımlasın. Mən məktəbimizin 9B sinif şagirdi Səfərzadə Zəhra bu fikirlərlə hər birinizə təşəkkür edirəm. Səsləndirdiyim sözlərin yalnız efirdə qalmasını deyil, həm də qəlbinizdə iz buraxmasını istəyirəm. İnanıram ki, birlikdə bir daha çox dəyəri paylaşacaq, daha çox mənanı bir-birimizə ötürəcəyik. Sonda isə hamınızı təkrar salamlayır, ən gözəl arzularımı çatdırıram. Sağ olun, sağlıqla qalın. Gələcəyin İşığı FM-in növbəti verilişində görüşənədək.